İlk dəfə 1946-cı ildə Amerikalı alim Vincent Schaeffer quru buz, yəni karbon dioksid vasitəsilə süni qar yağdırmasına nail olmuşdur. Sonradan digər Amerikalı alim Bernard Vonnegut isə bu məqsədlər üçün gümüş yodidinin də istifadəsinin mümkünlüyünü sübuta yetirmişdir. Məlumatlara keçməmişdən əvvəl kanala abunə olmaqla bizlərə dəstək ola bilərsiniz. Sizin dəstəyiniz bizim üçün böyük motivasiyadır. Yəqin ki, Sovet vaxtında toplar vasitəsilə ağır buludların dağıdılaraq daha narın yağışın yağdırılması haqqında məlumatlar eşitmişsiniz. Lakin bu prosesdən əvvəl buludlar müəyyən maddələrlə toxumlandırılır. Bu məqsədlər üçün öncə qeyd etdiyimiz karbon dioksid və gümüş yodiddən istifadə olunur. Həmçinin digər maddələr də kalsium xlorid, kalium yodid, adi xörək duzu, ammonium nitrat, həmçinin maye propandan da istifadə oluna bilər. Bu maddələr su damcılarını öz ətrafında toplayaraq buludun ağırlaşmasına səbəb olur. Sonradan da müəyyən vasitələrlə, yəni silahlarla bu buludların dağıdılaraq erkən, həmçinin daha narın yağışın yağmasına nail olmaq olar. Amerikada, Alyaska ştatında Kakona adında qəsəbədə harp proqramlarını həyata keçirən iqlim araşdırmaları, həmçinin ionosferdə baş verən prosesləri öyrənən bir mərkəz fəaliyyət göstərir. Məlumatların davamı üçün videonu bəyənməklə bizlərə dəstək ola bilərsiniz.